Salam əziz müəllimlər. Bugün sizlərə təhsil verənlərin sertifikatlaşdırılması dərsləri ilə bağlı çəkilmiş videonu təqdim etmək istəyirəm. Ki bu videoda göstərilən məsələlər, səhvlər, bunlar haqqında danışmaq istəyirəm. Səbəb nədir bu video haqqında danışmağa? Çünki dərsi təqdim edən müəllim Azərbaycan Respublikasının kimya dərsliyinin yazarlarından biridir, müəlliflərindən biridir və belə bir insanın, yəni müəllif olaraq seçilmiş insanın 10 məsələ istəyiblər bu müəllimdən, 10 məsələ üzərində elədiyi səhvlər, elmi səhvlər, nə qədər qəbul ediləndir, bunları danışacağım. Bir kitab müəllifi olan bir insan belə səhvlər eləyə bilərmi? Lap bu elədir, buna nəzarət edən yoxdur. Yəni, bunun oradakı həmkarları, yoldaşları bu videoya baxmır. Yəni, mən deyənləri əslində bu təsdiqləyir. Nədir bu? Oradakı heyətin heç biri kimyanı dərindən bilmir. Dərin dediyim də nədir? Yəni, elmi şəkildə bilmir. Bildikləri faiz, nisbət, tənasüb. Tənasübü qursun, yazsın. Yəni, elə bir hesablardır ki, indi dərsə keçən Elmar müəllimdir. Görəcəksiniz. Yəni, o hesabları Elmar müəllim deyilirsə, elə bir ciddi hesablar yoxdur ortalıqda. Məsələ sadəcə bunun elmi hissəsinə gələndə doğru danışmaqdır ki, bunu da bunlar bacarmır. İndi başlayaq videolarımıza. Salam, hörmətli müəllimlər. Bugünkü dərsimiz kimya fənninə həsr olunur. Biz bugün kimyadan Elmar İmanovun təqdimatında tapşırıqlar, testini. Tarazlıq bölməsindən danışacağım deyir. Tarazlıq bölməsinin çətin olduğunu düşünür və məsələləri təqdim edir. Kimya reaksiyaları 3 müxtəlif qabda. Burada fikir verdiniz nə dedi? Dedi ki, 3 müxtəlif qabda. Birinci sualda diqqət edin, deyir 3 müxtəlif qabda. İndi bu sualı yazıb, məsəl üçün sözdə deməsəydi, belə deyərdi ki, mən burada şəkilləri eyni çəkmişəm və nəzərdə tutmuşam ki, bu qabların hamısı eynidir. Əvvəla şəkillə qabları eyniləşdirməzlər. Yəni, şəkil qabların eyni ölçülü olduğunu göstərə bilməz. Sən şəklin altına məlumatları yazmalısan ki, bu qab, ya hətta cümlədə yazmalısan ki, bu qablar eyni qablardır. Amma öz dili ilə deyir ki, 3 müxtəlif qab. Qablar müxtəlifdirsə, bunlara verilən mollarla sən sürət və ya hər hansı bir tarazlıqla bağlı, yəni qatılıqla bağlı heç nə hesablaya bilmərsən. Mexaniki səhvdir deyək. Mexaniki səhv olmaz axı, yəni səni seçiblər ölkənin ən savadlı müəllimi kimi kitab yazırsan. Bu cür primitiv şeyi səhv eləməməlisən, birincisi. Yəni, primitiv deyəndə də həm də elmidir. Yəni, elmiliyi olan səhvdir, bəli, bəsitdir, səbərəbərdünü bölvəyə, hamının bildiyi bir şeydir. Amma sən səhv eləməməliydin buna. Çünki məsələ birbaşa bundan asılıdır. Və dilində də deyir 3 müxtəlif qab. Buna 10 dənə məsələ istəyiblər, yenə deyirəm, bu 10 dənə məsələdə səhv olmamalıydı. O qədər başı soyuq, belə həvəssiz yanaşırlar ki, bu əslində yazdıqları kitabı da indi göstərəcəm birazdan, necə yazdıqlarını göstərir. Yəni, bu suala göstərilən münasibət, bu sualın efirə çıxırsan, 10 dənə sual yenə deyirəm. Sənin nə oradakılar kimsə izləməyib bu videonu, nə bu adam öz işinə məsuliyyətindən baxmır, yəni məsuliyyətsiz, savadsız bir şəxslərdir, yığışıblar ora və ölkənin başına oynayacaqlar. Başqa bir məsələ yoxdur. Deməli, birinci qabdan ikinci qabdan. Sonra, indi məsəl üçün burada həldə Vantov qanun düsturunu verir. Əlbəttə ki, bu cür biliyə sahib insanlardan gözləmək olmaz ki, bunlar o düsturun əslində köhnəldiyini, işə yaramadığını, daha yeni bir düsturla işləmək lazım olduğunu, bunlar kitab dəyişir. Məsələn, mən dedim ki, bunların dəyişdirdiyi kitabdan heç nə gözləmək olmaz. Yeni kitab yazılır. Və nəticə də elə oldu. İndi bu köhnəlmiş, heç kimin istifadə eləmədiyi düsturları, bunların dəyişəcəyini gözləmək də absurddur. Növbəti sualdır. Burada da səhv elmidir. Elmi səhv var burada. Deyir ki, AB reaksiyaya girib C alınıbdır, dönən reaksiyadır. AB tünd yaşıldır, C isə mavi rəngdədir.
Yəni reaksiyada siyah alındıqca rəng maviyə çalır və bu tarazlıq anında da o rəng sabit qalır yazılıb. Rəng sabit qalmaz, yəni dəyişməz qalır demək daha doğru olardı. İndi bura şüşəyə deyir ki, 3-cü bənddə, özdə A bəndini də burada 3-cü bəndə doğru göstərir. Deyir ki, A qazı əlavə edilərsə, müəyyən müddət sonra rəng daha mavi olur. Yəni burada A-nı əlavə edəndə reaksiya sağa gedir, C-nin miqdarı artır, o deməkdir, o deməyə gəlir. Amma C-nin mavi rəng olmağı, yəni burada mən A-nı artırdım. Axı burada biz qatılıq dəyişməsində qrafikdə də göstəririk. A artır, azalır, əvvəlki miqdarına düşmür. Yəni sənin buradakı miqdarın, yaşıl rəngin, əgər A-nın yaşıl bir rəng verdiyini düşünsə, heç o da qeyd olunmur. Amma qeyd olunmursa, o cür də baxa bilərik və ya hər ikisi. A əvvəlki miqdarına düşmürsə, deməli, oradakı yaşıl rəng miqdarı da artır, daha doğrusu belə yaşıla meyil də artır və sonraki o mavi rəng olma ehtimalı nə qədər doğrudur? Əlbəttə ki, doğru deyil. Çünki bəlkə də yenə həmin tarazlıqdır deyə yenə eyni rəng qalır. Yəni bu izahı da mümkün deyil, yanaşması da mümkün deyil ki, bunu necə yanaşasan, sən düz çıxardasan və yaxud səhvini belə izah edəsən. Nə yazılıb bura, bunu hardan yazıb anlamaq olmur. Çünki yenə deyirəm, A əvvəlki miqdara düşmür, axı sadəcə siyah artmır, həm də A artır. Yəni həm yaşıl rəng artır, həm mavi rəng. Mavi rəng sadəcə artırmış kimi baxa bilməzsiniz buna. Əgər şüşəyə A qazı əlavə edilsə, müəyyən müddət sonra deyir ki, doğrudur, amma doğru deyil. Biz bilirik ki, kimyəvi tarazlığa qatılığın təsirində başlanğıc maddənin qatılığını artıranda tarazlıq məhsul istiqamətində yerini dəyişir. Deməli, sistemə A maddəsi əlavə edəndə tarazlıq sağa tərəf, yəni C maddəsinin alınması istiqamətində getdiyinə görə və C maddəsinin də rəngi mavi olduğuna görə bu ifadəni biz düzgün qəbul edəcəyik. A maddəsini də Allah belasını versin, hə? Bilmirəm. Neyse. Tarazlıq sabiti sistemin temperaturu dəyişməz qalır. Biz bilirik ki, tarazlıq sabitinin qiymətinə temperatur və maddələrin qatılığı təsir. Tarazlıq sabitinin qiymətinə temperatur təsir edir, amma maddələrin qatılığı təsir eləmir. Əziz bizim müəllif. İllərlə bu sahədə çalışan təcrübəli birinin ağzından o cür cümlə çıxmaz. Gəldik bura, reaksiya veribdir. Məsələnin hesabını yenə deyirəm, işimiz yoxdur. O hesab bir şey ki, yenə deyirəm, bunların hamısı eləyə bilir, bu tayfanın hamısı. O bəsit hesablamalar elə bir savad göstərisi deyil. Savad burada verdiyin reaksiyadır. Su dönən reaksiya deyil, axı hidrogenlə oksigenlə aldığın su. Suyu sentezdən geri parçalamağın çox çətin məsələdir və ümumiyyətlə bu reaksiya dönən qəbul olunmur. Dönən veribdir. Başqa bir məsələdə də hidrogen floridi dönən verir. Bu hətta orta məktəb dərsliyində də var ki, H2 plus flor 2, H-flor dönməyən gedir. Bir məsələdə də xlorla veribdir. Orada da H2 plus flor 2, H-flor dönməyən gedir. O qabı, o reaksiyanın getdiyi, özünü aparmamışsınız, videosuna bax. O dönmür. H2 plus yod 2 dönər, məsələn. Amma bu dönməyən reaksiyaları necə dönən ya? Ağzınıza gələni yazaq, tənasübü hesablayaq, olsun kimi. Nəysə, yəni bu cür biliyə sahib insanların kitab müəllifi olmağının tamamilə əleyhinəyəm. Məsələn, bunların yazdığı 7-ci sinif kitabına baxaq. Yazıb ki, elementlər xassələrinə görə metallar və qeyri-metallara ayrılır. Yəni, Elmar müəllim və digər oradakı şəxslərin burada adlarını görürsünüz. Müəllif olduğu kitabda yenilik ediblər. Dünyada elementlər bölünür, metallar, qeyri-metallar və yarı metal, yəni nə metaldır, nə qeyri-metal. Bu üç qrupa bölünürlər, bizimkilər elə iki yoldan davam edir.
Yəni silisiumu qoysaq belə qabağımıza biz bilmərik ki, bu metaldır yoxsa qeyri-metal. Metal kimi parıldayır. Uşağa salam vermək üçün bu kimyadır. Götürüblər zülal, yağ, karbohidrat. Yaxşı, indi tutaq ki, bunları bir anlayış kimi verirsiniz. Axı, niyə görə elementlər, bunlar harada yarandı? Sonra, mən bunlara və elə məni izləyənlərə sübut eləmişəm ki, Azərbaycan Respublikasının bu aparıcı kimya müəllimləri qaz qarışıqları haqqında heç nə bilmir. Nə sıxlıq, nə qazların o temperaturla bağlı xassələrinin dəyişməsi, hansı qaba yıxsaq, orada neynəsək, necə dəyişər, bu məsələləri heç biri bilmir də. Normal şəraiti belə ağızları gələn yerə yazırlar. Şərait nədir bilmirdilər, o videolardan sonra öyrəndilər və bir neçə test topluluğunda bir neçə sualı o videolarından sonra çıxartdılar. Yəni siz bunları olmaz ki, o uşaqlara öyrədəsiniz 7-ci sinifdə qazların xassələrini, mayələrin xassələrini, bəşlərin xassələrini, məsələn, qışda şlanq içərisində su qalanda, donanda niyə partlayır, bunları öyrətdi. Yəni bu karbohidrat qaçırmı, yoxsa karbohidratların tökülürmü sənin? Yəni nə məcburdur da bu qabaqda, nə bilim, radioaktivlik, parçalanmadan zaddan danışır. Yəni o dediyim şeyləri bilmədikləri üçün, o məlumatları verə bilmədikləri üçün boş-boş şeylərlə doldurublar. Buna irəli sinifdə ver də. Yenə mən daha geniş baxmaq istəmirəm. Söküntüləri durub əzbərlətdiriblər, çay sodası. Bunların nəyə əzbərlətdirirsiniz? Xlorid turşusu, əvvəla cümlə səhvdir. Turşulara çay sodası ilə təsir edir. Yəni hər turşuya çay sodası ilə təsir edəndə bu reaksiya getməz. Söz təmliyi nəyə lazım? Bax, xlorid turşusu. Sırf bunu söz təmliyi ilə düşünəndə uşağa öyrətmək olmuş. Heç müəllim bunu bu reaksiyanı düşünmədən orasını desin. Yəni sırf əzbərə dayanır da. H-klor plus natrium HCO üçün izahı var. Bunu əzbərləmirsən, bilirsən ki, bu turşunun qüvvətini bilirsən, H2CO3-un asan parçalandığını bilirsən və bu reaksiyanın getmə şərtini bilirsən, irəli siniflərdə məsələn. Ondan sonra sən bu reaksiyanı əzbərləmədən yaza bilirsən. 7-ci sinifə niyə bunu əzbərlədirsən ki, vətənə, millətə xeyri nədir bunun? Xlorid turşusu, magnezium, xlorid, hidrogen. Formulunu asan şəkildə öyrənmək olur. Niyə də, bax, niyəsini deyə bilərsinizmi? Deyənməzsiniz. Bu ancaq, nə bilim, şuur problemi olmalıdır ki, sən bir uşağa durub bunları əzbərlətdirəsən. 7-ci sinif asan olsun, budur mu asan? Nə bilim, pH. pH-ın nə olduğunu bilmədiyinizi mən sizə sübut edərəm. Belə üz-üzə istəyirsiniz, çağırın efirə, mən sizi pH-dan əzim. Bu pH-ı niyə bu uşağa burada öyrətmirsiniz deyə, elə belə nə bilim, nə deyirsiniz heç bəlli deyil. Yəni, turşu, əsas. Yəni, sizə elə deyəcək söz tapmıram. Ən azından bəlkə səsimi ölkəmizin idarə edici şəxslərindən kimsə eşidə və ən azından xalq ayıla ki, bunlar o deyil də və təhsil də o deyil, kitab da belə olmamalıdır. Görməyən insanlar elə bilir bəlkə elə belə olmalıdır, amma belə olmalı deyil. Bundan daha yaxşısı ola bilər və 30 ildir içimizdən bir alimin çıxmamağının tək səbəbi və şagirdlərimizin öz universitetlərimiz əvəzinə xaricə qəbul olmağına sevinməyimizin özü də bunu Təhsil Nazirliyi də sevinir. Yəni, universitetlərimiz sevinir ki, əla, bizim uşaqlar xaricə qəbul oldu, bizi seçmədi. Yəni, Təhsil Nazirliyinin özünün seçilməməsi üçün sevinməsi başqa bir leveldir. Yəni, bütün hamısının səbəbkarı bax, bu cür müəllimlərdir. Bunlardan xəbərinizin olmağı ən azından problemin həllinin yarısıdır. Bu qədər. Sağ olun.